Bir dənə fərq var, orucu bütün ibadətlərdən fərqləndirir. Hədisdə də var. Heç bir ibadət üçün Allah bu sözü deməyib. Deyib, əs-savmu li və ənə əczibi. Deyib, oruc mənim üçündür, əvəzini mən verəcəm. Və yaxud, əs-savmu li və ənə uczabi. Oruc mənim üçündür və onun əvəzi, mükafatı mən özüməm. Allah buyurur, oruç tutana bilirsiniz nə olacaq, nə verəcəm? Özümü verəcəm. Oruç tutan özümə qovuşacaq. Bunun səbəbi nədir? Orucu başqa ibadətlərdən fərqləndirən bir cəhət var. O da bilirsiniz nədir? O budur ki, başqa ibadətlər hamısı əməldir, oruc əməlin tərkidir. Əməli tərk eləməkdir. Namaz nədir? Namaz rüküyə getmək, səcdəyə getmək. Cihad nədir? Allah yolunda vuruşmaq. Hansısa bir əməli eləmək. Xumus nədir? Allah yolunda xərcləmək. Görürsünüz, bütün ibadətlər hamısı nəsə eləməkdir. Oruc nədir? Oruc nəsə eləməməkdir. Bir adam bizdən soruşsa ki, orucu neynəməliyəm? Bir neynəməliyəm demirik. Deyir, nələri eləməməlisən? Oruc eləmək yox, eləməməkdir. Orucun kənarda bir görüntüsü yoxdur ki, deyə oruc belədir. Namazın görüntüsü var, həccin görüntüsü var. Həcdə mən neynəməliyəm? Kəbənin ətrafına təvaf eləməliyəm. İki dağın arasında səy eləməliyəm. Qurban kəsməliyəm. Bunlar hamısı işdir. Orucda, orucun vacibi nədir? Orucun vacibində heç bir söz yoxdur deyə filan şeyi eləməlisən. Bunlar hamısı müstəhəb idi, Quran oxumaqdır. Orucun özü nədir? Deyir, filan əməlləri tərk eləməlisən. Və bu çox mühüm məsələdir. Çünki Allah insanı yaradıb, insan mənəmçilikdən azad olsun. Namaz da, ibadətlər hamısı bunun üçündür ki, insan günahı eləməsin. Hər bir ibadət gəlib eləməməklə nəticələnirsə ibadət olur. Hər bir ibadət. Orucun da fəziləti başqa ibadətlərdən fərqi budur ki, oruc tərkə istiqamətlənir. Əməllərin tərk olunmasına istiqamətlənir. Və burada bilirsiniz nə var? Burada bu var ki, Allah bizə deyib ki, halal şeyləri deyib eləmə bu ayda. Bu ayın müəyyən saatında elə. Başqa ayda günorta vaxtı su içmək halaldır. Bu ayda deyir haram. Halalları haram eləyibsə ədəbli adam neynər? Ədəbli adam başa düşər ki, haramlar da ümumiyyətlə onları düşünməyəsən gərək. Bu ayda halallar haram olubsa, gör haramlar nədir onda? Bu ayda halallar haram olur. Ona görə də başqalarını, günahları sadalamağa ehtiyac yoxdur. Yeməyi deyir, tərk elə, deməli qeybəti ümumiyyətlə eləmə. Qeybətin heç fikrini beynine gətirmə. Bir ay günah haqqında fikirləşmə, gör bacarırsan. Bir ay çalış, danışma heç kəsin sözünü. Bir ay çalış, heç kəsin namusuna baxma. Bir ay çalış, günahları beynindən çıxart. Bunu bacar bir ayın ərzində. Ədəbi orucun budur. Ədəbli adam oruca belə yanaşır. Orucun ədəbi ən mühüm məsələlərdən biridir. Çünki insanın həyası, ədəbi olmasa, onun dini də olmaz. Həya dinin yarısıdır. Bir adam ki, həyasını itirdi, Peyğəmbər buyurub, git nə istəyirsən elə də səndən adam çıxmaz. O rəhmət Peyğəmbəri, mərhəmətli insan, Allahın rəhmətinin təzahürü. Deyirsən, həyavı itirdinsə, git nə günah istəyirsən elə, səndən adam çıxmayacaq. O adamlar ki, hidayət tapıb, bilirsiniz niyə tapıb? Ona görə ki, həyanı içində öldürməyiblər. O adamın ki, həyası qalmadı, o heç vaxt hidayət olmaz. Heç vaxt düzəlməz o. Ona görə dünyada bugün insanların hidayətinə qarşı olanlar həyasızlığı təbliğ edir cəmiyyətdə. Nə qədər insanlar həyasız olsa, bir o qədər hidayət qapısından uzaqlaşırlar. Ona görə düşmənlər çalışır ki, həyasızlığı təbliğ eləsinlər. Cəmiyyət içində həyasızlıq, fəsad baş alıb getdikcə insan cəmiyyət hidayətdən uzaqlaşır. Amma insanın həyası olsa balaca, nə qədər pis adam olsa düzəlmək yolu var onun. Həya nədir? Həya utanmaqdır. O adam ki, deyirsə, utanmadın bunu elədin, ondan xəcalət çəkirsə bu yaxşı adam. Adam da var, deyirsə, utanmırsan, deyir, əcəb eləyirəm. Əcəb eləyirəm də batdı o. Əcəb eləyirəm oldusa, utanmaq, qızarmaq hissini insan itirdisə, o iman yoluna gedə bilməz heç var.
Allah Davuda vəhy elədi. Dedi, ay Davud, mən bəndələrimin hamısını bağışlayaram, bir şərtim var. Günahdan sonra xəcalət çəksinlər. Bu varsa bağışlayaram. Yox, xəcalət çəkmədisə bağışlamaram. Günah biz eləyəndə mələklər 7 saat gözləyir. Əgər bizdə həya görsələr, ədəb görsələr, 7 saatın içində biz ədəblə, həya ilə peşman olduqsa Allah bağışlayır. Yox, 7 saat ərzində biz həya, abır gözləmədik, o günaha görə peşman olmadıqsa mələk deyər, bu nə həyasız bəndədir və günahı yazar. Orucluq bizə həyalı olmağı öyrədir. Həyalı olmağı öyrədir, ədəbi öyrədir bizə. Hədisdə var, tövbəni insan 40 dəfə pozsa bir günahın tövbəsini və 41-ci qismət olmaz. Çünki həyanı itiriblər bu. Bu yalandan eləyib. Mən bu misalı demişəm, məktəbdə görmüsünüz, bəzi şagirdlər olur ki, onlar həyasız uşaqlar olur. Allah eləsin ki, burada olmasın elərindən. Yəqin ki, görmüşük biz məktəbdə, görürsən ki, məsələn, müəllim döyür onu, vurur, o qışqırır, ağlayır, incidir də onu. Amma heç ürəyimiz rəhmə gəlmir. Çünki öyrəşmişik, bu 5 dəqiqə qışqırır, bunu döyürlər, birazdan yalvarır bu anda, birazdan görsən yenə istədiyini eləyir. O düzələn adamdır. Ona görə də heç sinifin uşaqlarının vecinə də deyir ki, bunu döyürlər ya döymürlər. Qiyamət günü deyib, bəzi insanlar əzab içində olacaq, sual doğur ki, necə olur, cənnət əhlinin ürəyi yumşalmır? Həmin o ədəbsiz uşaqlar kimi də olar. Onlara əzab verdikcə yalandan qışqırırlar, amma Allah buyurur, bunları dünyaya qaytarsa yox, yenə də bildiklərini eləyəcəklər. Bunlar düzələndir. Çünki bunlar həya hissini itiriblər. Bunlar utanmaq hissini, ədəb hissini itiriblər. Ramazan ayının ədəbi budur ki, insan xəcalət çəkər. Allah ziyafətində, Allah huzurunda günahı ümumiyyətlə yadından çıxar da, günahdan uzaqlaşar.